Vətəndaşlar ev şəraitində bağacıqla mexaniki mübarizə üsulunun fərqli metodlarını sınaqdan keçirə bilərlər. Süpürgə vasitəsilə toplamaqla mexaniki şəkildə onları məhv edir. Yaxud da ki, evlərin həyətyanı sahələrində, fındıq bağlarının ətrafında köhnə paltarları ora asmaqla zərərvericinin cəlb edir həmən asdıqları əşyalara və ondan sonra asanlıqla zərərvericini mexaniki şəkildə məhv etmiş olurlar. Digər mübarizə metodlarından biri işıq təllərindən istifadədir. İşıq tələsini yerləşdirməklə, xüsusilə də axşam saatlarında zərərverici işığa doğru hərəkət edir və burada da kütləvi yenə toplaşma baş verir. Nəticədə onların mexaniki şəkildə toplanması mümkün olur. Bundan başqa yapışqan təllərin özü də bir mübarizə üsullarından biridir. Evlərin giriş hissələrinə, pəncərələrin ətrafına hansı ki yapışqan təllər yerləşdirilir və o cür toplanmasına nail olmaq mümkündür. Digər metodlardan biri də süni sığınacaqların yaradılmasıdır. Hansılardır bu süni sığınacaqlardan biri? Kardon qutular vasitəsilə süni sığınacaqlar yaradılır. Onların içərisinə köhnə əşyalar toplanılır. Bağlı şəkildə 5-10 ədəd deşiklər, dəliklər üzərində açılır və asanlıqla məhv etmək mümkündür. Yəni, bu sadaladığım hər bir tədbir mexaniki üsulun bir metodlarına aiddir və mexaniki üsulun üstünlüyü ondan ibarətdir ki, ekoloji cəhətdən təmiz bir metoddur, ətraf mühiti çirkləndirmir. Düzdür, bizim müşahidələrimizdə və insanlarla maarifləndirici söhbətlərdə onlar qeyd edirlər ki, zərərverici bizi sancır, dişləyir, yaxud da digər ifadələr. Ona görə də biz onunla mübarizəyə bir o qədər meyilli deyilik, qorxuruq. Ancaq buradan vətəndaşlara çağırış etmək istəyirəm ki, zərərverici sancmır, dişləmir, yaxud hər hansı bir zəhərli maddə ifraz etmir. O sadəcə özünü müdafiə reaksiyası olaraq pis qoxulu maye ifraz edir. Ancaq bu maye də həssas dərilərdə müəyyən allergik reaksiyalara səbəb olur. Odur ki, tövsiyə olunur ki, zərərverici ilə mübarizə apardıqda mexaniki şəkildə əldə əlcəkdən sadəcə istifadə edilsin. Amma tibbi baxımdan hər hansı bir problem yaratmır. Çünki zərərvericinin əsas qidası bitki şirəsi olduğu üçün onun insan orqanizmdə yaxud da heyvan orqanizm üçün əks bir təsiri yoxdur. Qəhvəyi mərmər bağacılığı ilə bağlı mübarizə təkcə dövlət qurumlarının deyil, cəmiyyətin birgə məsuliyyətidir.